Həbsdə olan müğənni Rəqsanə İsmailovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub. Mansitazın məlumatına görə müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmailova tərəfindən ödənilib. Aparıcı Tarix Əliyev Tarixin bir günü proqramında bildirib ki, Rəqsanənin borcunun 100 min manatını qızı Aysun İsmailova ödəyib. Buna əlavə Rəqsanə İsmailovanın və ailəsinin dostluq etdiyi əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər. Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu rayon məhkəməsinə onun həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib. Ötən gün Sabunçu rayon məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirdən sonra Rəqsanə İsmailovanın ev dustaqlığına buraxılması barədə qərar qəbul edilib.